Elə bir futbol turniri təsəvvür edin ki, sonda çempion Azərbaycan olur. Lətifəyə oxşasa da bu həqiqətdir. Sağ olsun FIFA təşkil etdiyi bu turnirlə bizə həm də ayrı bir tarix yazmaq imkanı verdi. Yeni rekord müəyyənləşdirən Ayxan Abbasovun Azərbaycanı St. Lucianı 6-1 hesabı ilə darmadağın edərək tarixin ən böyük hesablı qələbəsini qazandı. Həyatın ironiyasına baxın ki, artıq Ayxan Abbasovun CV-sində bir qızıl medal da var. Ondan niyə millidə Yusif İmanovun olmadığı soruşanda verdiyi mən də soruşuram ki, niyə olmalıdır cavabı və həmçinin kinayəli gülüşü çox kobud, narsistik bir səhnə idi. Bu qeyri-peşəkar görüntüdən sonra mediada bəs Ayxan Abbasov niyə millinin baş məşqçisi olmalıdır sualları ilə qarşılaşdım. Bu suala cavab isə meydanda qazanılan qızıl medalla verildi. Ardıcıl 2 qələbə və qızıl medalın yaratdığı eyfariyaya qapılan azarkeşlər varsa, onları obyektiv reallığa qaytarmaq lazımdır. Azərbaycanın U21 komandası həftə içində evdə Portuqaliyaya 0-4, U19 komandası isə səfərdə Litvaya 4-0 hesabı ilə məğlub olaraq meydanı qolsuz tərk etdi. Bu nəticələr aşağı yaş qrupları da daxil olmaqla Azərbaycan futbolunun necə ciddi suallar altında əzildiyini göstərir.